Azərbaycanda hərbi sənaye sürətli inkişaf edir və artıq uzun illər ərzində bu sahəyə böyük vəsait ayrılır. Biz öz hərbi imkanlarımızı artıq böyük dərəcədə yerli istehsal hesabına genişləndiririk. Öz tələbatımızı böyük dərəcədə ödəyirik. Artıq bir çox ölkələrə hərbi təyinatlı məhsulu ixrac edirik və vəzifə qoyulub ki, bizdə bu istiqamətdə çox ciddi sənaye klasteri yaradılsın. Müasir dövrdə hər bir dövlətin təhlükəsizliyi və müdafiə qabiliyyəti yalnız xaricdən alınan silahlarla təmin oluna bilməz. Azərbaycan üçün də milli silah istehsalının inkişafı strateji kəsb edir. Elə son illər ölkəmizdə hərbi sənayenin dinamik inkişafı bunu deməyə əsas verir. Aparılan islahatlar nəticəsində Azərbaycanın müdafiə sənayesi daxili tələbatı yüksək dərəcədə təmin edir və artıq bir sıra ölkələrə ixrac həyata keçirilir. Silahlı qüvvələrimizin, güc strukturlarımızın və aidiyyatı dövlət qurumlarının sifarişlərinin əsasında hərbi təyinatlı məhsulları olan tələbat üzrə dövlət sifarişi vaxtı-vaxtında və keyfiyyətlə icra olunur. Müdafiə sənayesi sahəsində bir çox tərəfdaş ölkələrin müəssisələri ilə sıx əməkdaşlıq əlaqələri qurulub və inkişaf etdirilməkdədir. Hazırda müəssisəmizdə 7.62 mm-lik avtomat, 7.62, 12.7, 14.5 mm-lik snayper tüfənglərinin istehsalı və təkmilləşməsi üzrə işlər gedir. Bu məhsulların istehsalı həm daxili tələbata, həmçinin ixrac yönümlü sifarişlərin təmin edilməsinə yönəlib. Xüsusilə 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı təcrübə bu sahədə yeni mərhələnin əsasını qoydu. Döyüşlərdə ən çox diqqət çəkən məqam isə pilotsuz uçuş aparatlarının tətbiqi idi. 44 günlük Vətən müharibəsində iti qovan dronları ilk dəfə olaraq sınaqdan keçirildi və özünü tam şəkildə doğrultdu. Səssiz uçuş qabiliyyəti və hədəfi dəqiq məhv etmə xüsusiyyətinə görə bu dronlar düşmənin ölüm kabusuna, Azərbaycan ordusunun isə güvənli dəstək qüvvəsinə çevrilmişdi. Müharibədə bunu birinci məhz biz tətbiq eləmişik. Bugün bunsuz müasir müharibələri təsəvvür etmək mümkün deyil. Yəni bunun təməlini biz qoymuşuq və bugün bu istiqamətdə Azərbaycanda çox böyük işlər görülür. Həm xarici bazarlardan biz bu məhsulları tədarük edirik. Eyni zamanda özümüz də bir çox növdən ibarət pilotsuz uçuş aparatlarını istehsal etməyə başlamışıq və bunu davam etdirəcəyik. Müəssisələrimizdə istehsal olunan müxtəlif təyinatlı BUA tipli məmulatların döyüş imkanlarının və istismar xassələrinin artırılması məqsədi ilə müasir texnologiyaların və innovasiyaların tətbiqi ilə mükəmməlləşdirmə işləri aparılır. Müdafiə sənayesi müəssisələrində müasir avadanlıqlar və rəqəmsal idarəetmə texnologiyaları geniş tətbiq olunur. Bu, istehsal olunan məhsulların keyfiyyətini artırmaqla yanaşı, beynəlxalq bazarda rəqabət qabiliyyətini də yüksəldir. Bu qurğu müdafiə sənayesində ən son texnoloji yenilik sayılır. Silah istehsalı zamanı ən mürəkkəb konstruksiya sayılan lülə emalı zamanı döymə prosesi məhz bu robot vasitəsilə icra edilir. Artıq bu sahədə müdafiə sənayesi sektoru tədricən özəl investorlara da açılır. Bu addım yaxın gələcəkdə yerli şirkətlərin dünya standartlarına cavab verən məhsullar istehsal etməsinə imkan yaradacaq. Prezidentin də qeyd etdiyi kimi, dünyada hərbi təyinatlı məhsullara ehtiyacın artdığı bir dövrdə Azərbaycanın bu sahədə öz sözünü deməsi və ixracatçı ölkəyə çevrilməsi
milli təhlükəsizlik, iqtisadi müstəqillik baxımından strateji əhəmiyyət daşıyır. Əntiqə Fərəcova, Vahab İmanzadə, Fəzail Kamalov, ASTV Xəbər.